Enfor. Vobay ötürmür topu. Da Silva. Julius Vobay. Vobay topladı. Alxasov'u keçmeye çalışır. Vobay kapı karşısına ve mükemmel bir gol. Samir Məsimov. Samir Məsimov hesabı beraberleştirip 86. dəqiqədə. Vobay məhsuldan ötürməsi və Samir Məsimovdan gözəl gol. Meydana sonradan daxil olan futbolçu hesabı beraberleştirir. Çok önemli bir gol vurur. Son 20 dəqiqə və bir qədər əvvəlki epizodun təkrarı Aqil Məmmədov yumruqları ilə topu uzaqlaşdırmışdı Aleksey Qayin. Cərimə zərbəsindən sonra gözəl zərbə yerinə yetirilir qonaqlar tərəfindən. Vobay ötürmə qapı qarşısına və Neftçi futbolçuları hesabı dəyişirlər. Denis Silva Cruz başla topu qapıdan keçirir. Görüşün 70 dəqiqəsinin tamamında hesap 2-1 olur. Abuşov. Ötürmə cərmə meydançasına zərbə alınmadı. Elvin Camalov topu itirir və bu da sürətli əks-hücum və bəlkə də 3-cü gol. Flavinho ötürmə komanda yoldaşına. Vobay, Flavinho qüvvətli zərbə və top qapıdan keçir. Flavinho 86-cı dəqiqədə oyunun taleyini həll edir. Neftçinin bu qarşılaşmadan 3 xalla ayrılmasına bəlkə də o son nöqtəni qoyur, o qərar verir vurduğu qolla. Vobay bu qolda onun əməyi böyük. Ili onaj način. Nakon drugog i treći korner. I malo prijatna lopta koja je išla u gol na mestu golman crno-belih. Novi centar šut na prvu stativu. I dalje lopta za goste. Vobaj, dobar dribling. S poljom je ubacio opasno. Nepči vodi 1-0. Na isteku 10. minuta utakmice gosti iz Azerbejdžana vode u Beogradu. Odbitak posle kornera pokupio je Vobaj. Napravio dobar dribling. Onda s poljnom ubacio sve čisto. Nema tu ofsajda. Cardoso. Bertucci. გაითამაშა ფლავინიოსთან. ძალიან კარგი შეტევა გამოვიდა ისევ ნევჩის. ვობაი მუქით საჯარიმო მოედანზე ეს უკანასკნელი აუარა გვერდი მოწინააღმდეგეს 2-0. ერნესტ ნფორი დუბლის ავტორი 27 წუთი მატჩის.
შედა ის დასაწყის الذي يقول اثق باللاعبين المتواجدين في هذه المباراة وبالتشكيلة المتواجدة وقادرون على الانتصار. هكذا تحدث السيد ياروليم المدرب التشيكي. ضربة ركنية، سيليسكي بيعيد الكرة لجوليوس، جوليوس عرضية مثالية والكرة لعيسى محمد. عدلوها الشعبوية، عدلوها الشعبوية. الكوماندوز ينجح في أن يعدل النتيجة قبل نهاية شوط المباراة الأول. الشعب يعود عن طريق عيسى محمد. هدف التعادل يأتي في هذه اللحظات. عيسى محمد في أول موسم له مع الشعب، النجم السابق للشباب، في خطأ في التغطية الدفاعية. كل التحايا وكل الأماني لجماهير قناة أبو ظبي الرياضية، هذه الجماهير التي تتعلق بكرة القدم هنا على مستوى دوري الخليج العربي. كل التحية كذلك لهم من استاد خالد بن محمد، ومن خلال فعاليات شوط المباراة الثاني ومحاولة على طول لصالح فريق نادي الشعب. تتشاف جول 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 جول. بداية خطيرة خطيرة خطيرة، بداية من محمد ملالة على طول، أخذها وياته من الله محمد ملالة، ياته من الله محمد ملالة. وهنا جمهور الشعب اللي وده يفرح وده يستانس. Topladı İlqar Qurbanovun qarşısını kəsməyə çalışır. Julius Svabay geridən hələ ki dəstəyi yoxdur. Julius Svabay özü ilə eləmək məcburiyyətində qalır və bir qədər sol tərəfə baxır. Yaxşı ötürür topu həmin istiqamətdə. Cavid İmanverdiyev. Araz Abdullayev topladı. Abdullayevin zərbəsi Qara Qarayevə dəyən top. Sağ tərəfə istiqamətlənir Nikolas Kanales. Kanales və gol! Mükəmməl gol Nikolas Kanales'ten, belki de bu artıq çempionluq goludur. Neftçiyə də hesabda öne keçir. Neftçi azarkeşlər sevinir. Bütün futbolçular sevinirlər. Hətta məşqçilər korkusu da ayağa qalxır. Neftçi 2-1 hesabını öne keçir maçın 84-cü dəqiqəsində. Yenə də Nikolas Kanales. Həqiqətən də bu futbolçu Neftçi üçün əsl liderə çevrilir yavaş-yavaş. Çağrı mövsümdə vurduğu qolların sayını əvəzində Dodo, Luis Paulo Hilario kısaca adıyla Dodo adlandıracaq yəqin ki, həmiş olduğu kimi futbolçunu. Meydana daxil oldu. Hücuma meyilli futbolçunu, hücuma meyilli oyuncu ilə əvəzləyir. Luis Aragon. Top az qala qapıdan keçəcəkdi və gol! Kanales! Nikolas Kanales qəbələ müdafiəçilərinin ani səhvi. Neftçi bu oyunda ikinci gol vurur. Flavinho meydanda olmasa da Kanales öz sözünü dedi. Bəli, yenə müdafiəçilərin kobud səhvi və Kanales'in gol fürsətçiliyi Neftçinin işinə yaradı. 69-cu dəqiqə. Rəşad Sadigov oynuyor. Sadigov, Flavinho. Sağ tərəfdə Mahir Şükürov əllərini qaldırıb top gözləyir. Şükürov. Vobay. Yenə də Inter müdafiəyə çəkilib. Vobayın ötürməsi Şükürova. Hücum davam edəcək. Sadigov, Vobay əla görür. Julius Vobay offsayda deyil. Vobayın yerin ötürməsi və gol! Nikolas Kanales! Çox gözəl bir hücum və gözəl gol. Neftçi 1-0 irəlidə qaldı. 109-cu dəqiqə çempionatımızın ən sərbəst futbolçusu belirlendi. Nikolas Kanales 20-ci golunu vurdu. 1-0. Neftçi ikinci hissəyə fəal başladı və bu fəallıq özünü artıq tabloda da göstərir. Çox gözəl bir hücum, gözəl anlaşma.